Hər kəs salam, sizlərlə mən Aygün Hümbətova və kanalıma xoş gəlmisiniz. Bugünkü videoda yeni məhsullar əldə etmişəm. Onları istəyərdim sizlərlə bir yerdə sınayam və tam səmimi fikirlərimi bölüşəcəm. Bir neçə məhsul olacaq və hamısı bir brenddəndir, Charlotte Tilbury'dandır. Biraz make-up'ımı etmişəm, son addımlar qalıbdır. Yeni məhsullarla bitirmiş olacağım make-up'ımı və gəlin başlayaq və sizlərə make-up rəqmini göstərmək istəyərdim. Ən böyük ölçüsü bu idi. Bütün make-up vasitələrimi hamısını bura yerləşdirmişəm. Çox həqiqətən də keyfiyyətli və genişdir. İki cibi var. Bu yuxarı cibi sırf belə qələmlər üçün. Böyük cibində isə bütün məhsullarımdır. Düşündüm daha yaxından da görsədim. Deməli açdıqda burada loqosunu da görmüş ola bilərsiniz. Sonra bu hissəyə isə dodaq qələmlərini, qaş və kiprik üçün serumum var, tuş var və bəzi kistочkalarımı da bura qoymuşam. İçərisində belə bir cib var. Bu cibinə isə balaca belə əşyalarınızı qoya bilərsiniz. Burada isə bütün artıq make-up vasitələrimdir. Və ilk bu əllikdən başlamaq istəyərdim. Üzünüzü daha çox belə canlı göstərəcək. Yəni bunun böyük bir xüsusiyyəti sırf bundadır. Yəni mən onun üçün aldım. Bundan öncə isə əlliklərim ancaq bunlar idi. Bunları istifadə edirdim. Amma artıq yeni bir məhsullara keçmək istədim. Buna görə bunu da gəlin yoxlayaq. Bəlkə bu qat-qat daha yaxşıdır. Xoşuma gəldi, çox qəşəng. Növbəti məhsul göz teni. Birincisi çox yüngüldür. Yəni bunu siz çantanızda da ata bilərsiniz. Üzgüsü də mükəmməldir. 3 dənəsini tünd, birini isə açıq rəngdə seçməyi fikirləşdim. Rəngi isə budur və məncə səhv də etməmişəm. İndi çəkəcəm, baxarıq. Bilmirəm necə görsədim, kameradan belə daha yaxından göstərməyə çalışıram. Gündəlik makiyajda da bunu istifadə etmək mümkündür və axşam üçün də. Yəni bu çox gözəldir ki, hər cür makiyaja uyğun gələ bilər. Bunun rənglərini qarışdırmaq çox asan. Siz istədiyiniz tərzdə make-up'ınızı edə bilərsiniz. Açıq tonlarda da, tünd tonlarda da. Növbəti məhsul tuşdur. Üstəlik indi teni etmişdim. Çox qəşəngdir. Bütün məhsulları həqiqətən də keyfiyyətlidir. Bunu tək deyə bilərəm. Super, xoşuma gəldi. Növbəti məhsul dodaq qələmidir. Normalda dodaq qələmini istifadə etmirəm. Çünki indiyənə kimi nə dodaq qələmini almışamsa, heç biri uyğun gəlməyibdi mənə. Gəlin yoxlayaq. Dodağımda sadəcə nəmləndirici var və bunu üzərindən vururam. Çünki quru dodaqlara ümumiyyətlə karandaşı necə vururlar, mənə çox maraqlıdır. Dodaqlarımı isə bundan nəmləndirirəm. Hər kəsin bildiyi Nivea. Sırf bunu almışam, çünki bu rəng vermir. Qırmızı rəngi, qırmızı rəngdə bir ton verir, o xoşuma gəlmir. Növbəti məhsul. Mən bu məhsulu çox gözləyirdim və gəlin baxaq. Gloss saymaq olar. Uşaqlar, bu məhsulu göstərməyi unutdum. Bu Jidki Teni maya göz kölgəsidir. Yəni düzgün deyirəmsə. Bu məhsulu artıq bir dəfə istifadə etmişdim axşam vaxtı və çox mükəmməldir. Çox qalıcıdır və çox da asanlıqla çəkmək mümkündür. Bunu sizə tövsiyə edərdim və rəngi də məndə budur. Bütün məhsullarını çox bəyəndim. Özünüz də gördünüz öncədən və sonradan necə bir gözəl effekt verirlər bu məhsullar. Əgər sizin də ağlınızdan keçirdisə bu məhsullardan birini əldə etmək, yəni bu videodan sonra bəlkə sizə motivasiya olunar.